Qurbəy, baxın, mən bir dənə bu yaxınlarda indi çıxışlara baxırıq, qulaq asırıq. Deyirlər ki, Azərbaycanda məsəl üçün ümumdaxili məhsul çox aşağı səviyyəyə düşübdür. Yəni tarixdə elə bu qədər aşağı olmayıbdı, yəni belə. Digər ölkələrlə elə yanımızdakı ölkədə, yəni Amerika ilə müqayisə eləmirəm yəni. Müqayisə ilə orada 7%, 8% artım var müdaxilə məhsulda, bizdə çox aşağıdır. Baxın, sonra orada müqayisə olunur ki, oradakı vergi sistemi necə tətbiq edir, necə yanaşma eləyirlər. Və artım məhz oradan gəlib. Yəni bu Gürcüstanda onun nefti yox, belə bir şey yoxdur ki, yəni deyəsən ki, nəyisə var, ona əsasən artım eləyibdir. Və yaxud da o qayda ilə də elə Ermənistanda. Yəni baxın, yəni bunu görmürlərmi ki, yəni burada belə bir problem var? Yəni bu biznesin əsası, ümumiyyətlə iqtisadiyyatın əsası kiçik biznesdir də. Yəni bu kiçik biznesi yəni dəstək verməlim olmazmı? Yəni necəsə bu endirim faiz, belə deyim də, sözü gətirim, vergilər, faizləri daha aşağı olsun, daha münasib olsun. Yəni bunu eləmək olmazmı? Hər şey eləmək mümkündür, amma onun üçün nə olmalıdır da? Bizdə mən görürəm ki, kimsə uğursuz olanda öz peşəsində onunla sağollaşmırlar, özü də ərizəsini yazıb çıxmır. Bax, bu göstəricilərlə hansı ki bizim iqtisadiyyatda baş verir. Bir çox ölkələrdə insan hansı ki bu işə cavabdehlidir, özü ərizəsini yazıb çıxardı. Bizdə normaldır, oturur, alınmadı bu illər, gələn il alınar. Yəni bu proses belə işləmir də. Bu proses elə olmalıdır ki, hədəflər qoyulmalıdır. Misal üçün də ki, artım bu qədər olmalıdır. Əgər hədəfə çatmadınsa, sağ ol, növbəti adam gəlsin, kim ki bunu bacaracaq. Fikir versəz, bizdə bu proses yoxdur, hamı rahat oturub. Yolu çəkə bilərsə, yol dağılacaq, heç kimi cəzalandırmayacaqlar ki, yol dağıldı, təzədən gəlib təzə yol eləyəcəklər. Amma o hamısı puldur, sərf olunub, vaxtı, o çox dəyərlidir. Misal üçün, bizim şirkətdə necə də hədəf qoyulur, o hədəfə çatmaq lazımdır. Hədəfə çatmasaq, o insanlar cavabdehliyi daşımalıdır ona ki, baxmalıyıq ki, niyə görə çatmadıq, eləmədik. Yəni, iqtisadiyyatda da biznes yanaşması olmalıdır. Hədəflər olmalıdır, hədəflərə çatmaq məsələsi olmalıdır. Yəni, bu təəssüf ki, bizdə yoxdur. Bu yaxında bir dənə podkastda qulaq asırdım, orada bu süni intellekt haqqında danışırdılar. O deyir ki, bizim fərqi, insanla süni intellektin fərqi bilsən nədir? O, yəni, intellektual səviyyəyə görə insandan təbii ki, yüksəkdir. Amma bir dənə nüansı var ki, o məsuliyyəti götürə bilmir. Yəni, o məsuliyyəti götürə bilmir deyə, o qorxu şeyi yoxdur da, o zanlı deyə, bu insanın faktoru burada daha üstün rol oynayır. Baxın, indi o dövlətin özündə, ümumiyyətlə dövləti bir qırağa qoyaq, yəni adicə götürün bir futbol komandasını, onun məşqçisi, yəni o hədəfə çata bilmirsə, çıxardırlar da müayədə məsələ ki, təzə məşqçi gətirirlər, şeylər. Eyni qaydada bax dövlət qurumlarında baxsan ki, müəyyən bir şeylər, həqiqətən yeniliklər eləyirlər. Görürsən ki, nəsə gətirirlər, amma nəsə elə belə arxası gəlmir onu. Bir dənə gəldi, arxası gəlmir ki, bunu nəsə dəstəkləsin, daha çox kömək olsun. Bax, boşluqları ümumiyyətlə regulyatorlarda da həm də boşluqları nədə görürsünüz? Bax, siz indi o daha aydın görürsünüz də o şeyin içindəsiniz. Nədə var orada boşluqlar? Yenə dediyim kimi, yəni düzgün hədəflər qoyulsa, regulyator təkcə məqsədi olmasın ki, biznes kimi ki, mən bazarda bu qədər pul topladım, büdcəni doldurdum, o hədəf deyil. Çünki o, yəni əgər ondan da çox get pulun hamısını al sahibkardan, büdcəni doldur, dinlə bu qədər pul və fəxr elə ki, mən büdcəyə bu qədər pul gətirmişəm ya da eyni şəkildə gömrük. Yəni onların funksiyası tamam başqadır da. Yəni onlar eyni zamanda büdcəni formalaşdırmalıdırlar ki, daha da bazarı stimullaşdırsınlar ki, bazar inkişaf eləsin. Əgər o pulu alanda bazar inkişaf eləmir, əksinə reqresiya eləyir, deməli hədəfi yerinə yetirmir. Yəni bu prizmadan yanaşmaq lazımdır bu məsələ. Məsələn, adi sizə deyim belə xətrimə dəyən misal deyim də, o günləri girmişəm dükana. Mən də bizim nar şərablarla çox fəxr eləyirəm də. Ömür boyu xaricilərdə hədiyyə eləyirdim. Deyirdim ki, bizdə nar şərab var, elə var. Düşmüşəm nar şərab almağa, görürəm ki, yerli nar şərab tapa bilmirəm. Bilmirəm, marketin adını da deməyəcəm, ofisimizin altındadır. Çaxıram dükanı, deyirəm, bəlkə başqa yerə qoyublar yeri, ancaq Türkiyəni görəm nar şərablar var. Deyirəm, bizim yeri nar şərab yoxdur, deyir, yoxdur. Axır məcbur olduq, sonra getdik başqa marketdən tapdım yerli nar şərab. Vaxt var idi ki, mən marketə girəndə orada deməli
bütün narşarablar bizimkilər idi. Arxada hardasa bir dənə, iki dənə Türkiyənki olardı və bizim narşarab qat-qat ondan dadlıdır da. Yəni mən məcbur olub Türkiyənkini alanda evdə uşaqlar dərhal dedi ki, bu nə dadsız narşarabdır belə. Dedim ki, alaram o birisinə. Yəni bu əslində xırda göstərici deyil də. Yəni bu o deməkdir ki, necə oldu ki, bir neçə il ərzində bizim narşarabların sayı azaldı birdən-birə və bunu bir çox sahələrdə müşahidə eləmək olar və bunu kimsə mütləq analiz eləməlidir, baxmalıdır ki, məsəl üçün sahibkarlar bununla məşğul idi, indi sayı azaldı. Yəni nə baş verdi? Bəlkə nəsə onlara təsir edən faktorlar var. Gəlin onu düzəldək ki, bu əksinə artsın. Və bu data tipli yanaşma ki, analizlərlə, hər sahəyə ayrıca diqqət ayırmaqla ki, bunu artırmaq istəyirik, bunu artırmaq üçün nələr etməliyik? Yaxşıdır nümunə deyə bilərəm sizə. Bu futuresdən danışdım. Alternativ enerjini də nümunə gətirim. Məsəl üçün indi 2 dənə xarici şirkət var. Mən bilən, indi ola bilər sayı çoxdur. Hansı ki, alternativ enerjinin ölkədə inkişaf elətdirir. Onlar üçün bir ərazi veriblər ki, siz burada günəş enerjisindən çıxardacaq enerji verəcəksiniz və dövlət sizdən qarantiya verir ki, neçə il ərzində bu qiymətdən sizdən bunu alacaq. Yəni ola bilər ki, dövlət üçün bu qiymət artıq sərfəli olmayacaq. Məsəl üçün özü fərz eləyək ki, elektrik enerjisini hazırlayanda ona 3 qəpiyə başa gəlir, amma ondan 5 qəpiyə alacaq. Artıq o investor bilir ki, mənim qarantiyalı qiymətim var, onu yatırım eləyir. Niyə yerli sahibkarlara eyni şey etmək olmaz? Qarantiya vermək ki, bu qiymətə bunu sata biləcək. Ya hansısa, misal üçün indi bizdə ən çox kənd təsərrüfatıdır da, indi hansı ki, istəyirik ki, inkişaf eləsin. Yəni orada qeyri-müəyyənlik o qədər çoxdur ki, insanlar qorxur oraya yatırım eləməyə. Ya da yatırım eləyir, sabah nəsə qiymətlər dəyişir, vergi dəyişir, siyasi məsələ dəyişir, o hazırladığı məhsulun xeyrini görə bilmir və yatırım eləmir, iştah azalır ki, oraya yatırım eləmək istəyən falan. Yəni bu sistem üzərində bir-bir hər sahə üzrə işlənilsə, nəsə qazanmaq olar, yəni nəticə qazanmaq olar.